Məni bezdirmişsiniz, inana. Sizi çox istəyirəm oğlaqları, amma məni bezdiriblər. Bax, niyə bu qədər safsınız? Həyatda dürüstlüyünüzə görə həmişə arxa plandasınız. Həyatda səmimiyyətinizə görə həmişə arxa plandasınız. Səhv deyirəm, denən səhv deyirsən. Yox, düz deyirsən. Oğlaqlar xəyanətkardır? Yox. Xeyr. Yalançıdır? Xeyr. Niyə həyatınızda hər zaman dəxlis insanlar alıb sevirsiniz? Mən oğlaqları izah edə bilmirəm ki, harada boş insan var, onları həyatınıza salırsınız. Bunun səbəbi bilirsən niyyədir? Elə belə bir dənə misal. Nə? Deyim sənə. Siz bir insana dəyər verirsinizsə, bütün ürəyinizi ortaya qoyursunuz. Çünki oğlaqdır. Amma qarşındakı insan sənin keyniyyətindən istifadə edir. Eyni. Peşmançılıq var oğlaqlarda. Var. Amma mən həmişə deyirəm ki, Allah Taala oğlaqları çox mükəmməl yaradıb. Dünyada baxırsan ki, güclü insanlar, oğlaq idarəçi insanlar, liderlər, amma sevgi baxımından ən aciz insan da sizsiniz. İncəməyin bu sözümə görə. Çünki hər kəsi özünüz kimi saf bilirsiniz. Bu belədir. Amma bilmədiyiniz də bir şey var. Bir oğlağa atılan addımlar heç vaxt boş qaytarılmır. Çalışdığınız qədər oğlaqların qədrini bilin. Çünki Allah Taala'nın ən sevdiyi bir şey oğlaq bir işində var.